Niyə axşamlar bağırsağım şişir? Yatmaq istəyirsən, amma elə bir sanki biri qarnında şar şişirir. Axşamlar səni rahatlıq yox, narahatlıq qarşılayırsa, o zaman bu videonu mütləq izləməlisən. Bir gastroenteroloq kimi tez-tez bu sualla qarşılaşıram. Doktor, axşamlar qarnım daş kimi olur. Bu normaldırmı? Bunun cavabı qısa deyil. Çünki şişkinliyin səbəbi hər zaman yediklərimizə bağlı olmaya bilər. Axşamlar bağırsaqda yaranan şişkinliyin bir neçə səbəbləri ola bilər. Bağırsaq hərəkətinin məhdudlaşması, günün sonuna doğru orqanizm istirahət etmək istəyir, ona görə də həzm prosesi ləngiməyə başlayır. Yemə-içməyə bağlı, axşam saatlarında tez-tez ağır, qaz əmələ gətirən qidalardan istifadə edirik. Stress, bağırsaqlar bizim hisslərimizi duyur. Buna gut-brain axis deyilir. Ferment çaşmazlığı, xüsusilə də süd məhsullarından sonra bu şikayət sizdə yaranırsa, bu laktaza çaşmazlığına işarədir. Qida intoleransı, bəzən yediyimiz qidalar biz fərqinə varmadan orqanizmimizi zədələyə bilər. Bəzən göz ardı etdiyimiz xırda bir səbəb ciddi bağırsaq probleminin ilkin göstəricisi ola bilər. Bağırsaqlar səssiz işləyir, lakin siz onları duya bilərsiniz. Əgər tez-tez axşamlar bu şişkinlik şikayəti sizdə də yaranırsa, orqanizmdən gələn siqnalı göz ardı etməyin. Bəzən sadə görünən narahatçılıq arxasında ciddi bağırsaq problemi gizlənə bilər. Vaxtında həkimə müraciət edin ki, sonradan gec olmasın.